Hər birinizi xoş gördük əziz izləyicilər. Bugün sizlərlə 5 aprel 2026 tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarına baxacağıq. İlk öncəliklə imtahan verən hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, istədikləri kimi düşüb imtahan, yaxşı nəticələr əldə ediblər, hər kəs əziyyətinin qarşılığını alıb. İndi gəlin, sözü çox uzatmadan suallara başlayaq. Bu şəkildə saxlayayım. Birinci sualda deyir ki, kubun neçə tili var? Kubu təsvir etsək, gəlin birinci kubu təsvir edək. Deməli. Biraz səliqəsiz çəksəm də indi idarə edərik. Deməli, baxırıq ki, kubun tillərinin sayı verir ki, onun bu cızlarının, tərəflərinin sayıdır. Zaten bunu bilirik. O zaman saymaq nəticəsində də görə bilərik ki, 4 dənə aşağıda, 4 dənə yuxarıda, 4 dənə də yanlarda var. Deməli, nəticədə neçə tili var imiş? 12 dənə. Cavabımız olur C variantı. 58-ci sual. Yəni bizim üçün ikinci sual. Bilirik ki, bizə verib əbub 30-36. Biz bunu sadə üsuldan necə hesablayırıq? Baxın, bu üsuldan biz hesablamırıq. Ortaq vuruğu əbub əkubun xaricdən çıxartmaqla hesablayırıq. 30-36-ya ortaq vuruq neçədir? 6. 6-nı çıxartsam yerdə nə qalar? Əbub 5, 6. 5, 6 qarşılıqlı sadə ədədlər olduğu üçün əbubu 1-ə bərabər olur. Qarşıda da 6 vuruq olduğundan cavabımız olur 6, A variantı. Canlı yayını bəyənək, zəhmət olmasa. 59-cu sualda deyir ki, yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmanın Əlinin qazanma ehtimalını tapın. Deməli, 3 nəfər var. Həsən, Əli. Yox, 4 nəfər var, Vüqar da var. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Deməli, Vüqar K qazana bilərsə, Həsən 7K ehtimalla qazana bilər. Əlinin qazanma ehtimalının 2 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. O zaman əldə 3,5K olur. Doğrudur. Deyirəm də 3 nəfərdilər burada. Tamam, buna əsasən nə yazarıq? Çox sadə bir şəkildə. Deyir ki, əlinin qazanma ehtimalı neçə K idi? 3,5K. Ümumi neçədir? 7K plus 3,5K plus K. Bu bizim ümumi hallarımızdır. Əlverişli hallarımızda 3,5K. Bu da eləyir. 3,5K bölünsün 10, 1,5K 35 115. İxtisar aparsaq neçə olur? Bura 7, burada 23. 23-də 7, yəni C variantı. Deməli, 60-cı suala keçid edək. Deyir ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Çox sadə. 30 100% idisə, 42 x faizdir. Buradan x bərabər olacaq, çarpaz vursaq, 42 vur 100 bölünsün 30. 1 0 buradan gedər. 42 də 3 ixtisar getsə, 10 o da 4. 14. O da olacaq x bərabər imiş 140%. 100% idi, 140% oldu. Neçə faiz artdı? 40% artdı. 61-ci sual. Deyir ki, y bərabərdir 5x minus 17 funksiyasının qrafiki üzərində yerləşən və ordinatı 3 olan nöqtənin ordinat nə deməkdir? Y 3 olan. Absisini, x-ini tapın. Deməli, y bərabərdir 5x minus 17 funksiyasına gətirib yerinə qoyarıq. Y-in yerinə 3 qoyuruq. Alınır 5x minus 17. 5x bərabərdir. 17-ni bu tərəfə alsaq 20. X bərabərmiş 4. Cavabımız olur 4, yəni Y variantı. 62-ci sual. Deməli, baxaq görək, canlı yayın vəziyyəti nədir? İzləyən 5 nəfərdir, əfsus ki, azdır. Deyir ki, K-nın hansı ən böyük qiymətində 0,4, daha doğrusu 4 dövr K plus 0,1 dövr K. Yox, K dövr 4. Cəmi düzgün kəsirdir. Düzgün kəsirdir deyir. Gəlin birinci bunları normal formaya salaq. Bilirik ki, bir dənə 9, bir dənə 0 olacaq. Yəni 90-da 4K minus 4 plus 90'da
90'da K4. Bunlar əlbəttə ki, ədəddir. Deməli, K4 minus K. Bunu hesablasaq, alırıq ki, 40 plus K minus 4. Birbaşa yazıram. 10K minus 4, daha doğrusu plus 4 minus K. Böl 90. Yəni, gəlin bunu burada yazaq. Alırıq ki, bu 4 ilə bu 4 getsə, bu K ilə də bu K gedər. 40 plus 10K böl 90. Deməli, bu nə olmalıdır? Bu düzgün kəsr olmalıdır. Bu düzgün kəsr olması üçün 40 plus 10K böyük olmalı, deməli, kiçik olmalıdır 90'dan. Kiçik olmalıdır 90'dan. O zaman 10K kiçik olmalıdır 50'dən, K kiçik olmalıdır 5'dən. Bizdən nəyi soruşur? Deyir ki, K'nın ən böyük qiymətində 4 qiymətində. Çünki 5'dən kiçik ən böyük qiymət 4 olacaq. O da B variantıdır. Keçdik 63-cü suala. Deməli, sistem tənlikdə deyir ki, y bərabərdir 2x, 5x plus 2y bərabər 21 tənlikini həll edin. Y bizə ifadə edib 2x ilə. Gətirib y yerinə yazarıq ikinci tənlikdə. 5x plus 2x bərabərdir 21, 7x bərabərdir 21, x bərabərdir 3. X-i 3 tapdıqdan sonra gətirib yerinə qoyuruq. 2 vur 3, y dolul 6. Deməli, həllimiz 3, 6 imiş. Deyir ki, dairənin radiusunu 5 dəfə artırsaq, onun sahəsi neçə dəfə artar? Dairənin sahə düsturu nə idi? Pi r kvadrat. Birinci formada bu idi. Gəlin indi r-i 5 dəfə artıraq. S bərabərdir pi 5 r-in kvadratı. Bu neçə edir? 25 pi r kvadrat. Əvvəl pi r kvadrat idi, indi 25 pi r kvadrat oldu. Nə qədər artdı? 25 dəfə artdı. Keçdik 65-ci suala. Deyir ki, deməli, 6 nəfər var canlı yayında. Deyir ki, A bərabərdir 4'də 1 olarsa, nəyi hesablayın? Deyir, bunu mən görə bilmirəm burada. Bu sualı bir dənə kimsə görürsə, üstlərin bir dənə qeyd eləyər. Bu sualı bir dənə saxlayaq, çünki görünmür. Keçdik 66-cı suala. Hələ ki, çətin sual qarşımıza çıxmayıb. Deməli, deyir ki, 2 köşaltda 25 minus köşaltda 16 plus 2 köşaltda 9. Deməli, bilməliyik ki, köşaltda 25'dən neçə çıxır? 2 vurulsun. Köşaltda 25'dən bilir ki, 5'in kvadratı 25 olduğu üçün 5 çıxır. Çıxılsın. 16 4'ün kvadratı olduğu üçün kökdən 4 çıxır. Üzərinə gəlsin, 2 vurulsun. 9'dan da 3 çıxır. Bunu hesablayarıq. 10 minus 4 plus 6. Bu da 12 eder. Cavabımız olur 12, yəni D variantı. 12 bölü x bərabərdir mənfi 3 bölü 4. Çarpaz vurarıq. 12 bölünsün x bərabərdir. Baxın, bunu belə yazırıq. Mənfi 3 bölünsün 4. Gəlin, çarpaz vuraq. Mənfi 3 x bərabərdir 48. X bərabərdir mənfi 16. Cavabımız olur mənfi 16. A variantı. 68-ci sual. O bir sualı qeyd edin, gənclər. O sualı da həll edək. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttə hər hansı bir uzunluğu 5 cm-dən 2 mail çəkilmişdir. Aha. Deməli, 4 cm məsafədən. Bura 4. Bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilmişdir. Bura 5. Bura 5. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Deməli, buraya ilə buranı istəyirsən. Deməli, burada nə yaranır? Məsafə dediyi üçün bu 90 dərəcə olur. Düz bucaqlı üç bucaq yaranır. Katetlərdən biri 4'dür, hipotenuz 5'dir. Hansı üç bucaqlıdır? 3, 4, 5. Həmçinin burada da 3, 4, 5. Bizdən bu məsafəni istəyir. Neçə olacaq? 6 olacaq. Cavabımız olur 6, yəni D variantı. Sadə suallarda hələ ki qətiyyən çətin sual düşməyib. Əbu babi 5 olarsa və A vur B 75 olarsa A plus B cəmini tapın. Bunu necə yazarıq? Gəlin baxaq. Xüsusi düsturla mı yazaq, yoxsa izahlı yazaq? Bir dənə baxaq. Maraqlıdır ki, bizim canlı yayınımız niyə izlənmir? Çox maraqlı sualdır. Deməli,
75 deyir. A plus B-ni istəyir bizdən. 75 dirsə 5 neçə eləyir? 10, o da ki 5. 15, 5, 3, 3. Deməli, birində 5 vuruq olmalıdır, birində hər ikisində 5 vuruq olmalıdır. 3 vuruğumuz var, gənclər. Məntiqlə fikirləşin, bu artıq biraz məntiq sualdır. Hasili 75-də. Bunun vuruqları nə ola bilər? 5, 5, 3. Əgər ki 5 vur 5 biri olsa, digər 3 olsa, ən böyük ortaq bölən 5 olar? Xeyr, olmaz. Ona görə hər birində bir dənə 5 vuruq olmalıdır. Digərinə də atıram 3-ü. Deməli, neçə oldu? Ədədlərimizdən biri 15 imiş, biri 5 imiş. 15, 5. İndi bizdən A plus B cəmini istəyir. 15 plus 5 bərabərdir 20. Cavabımız oldu 20 A variantı. 70-ci sual. Deyir ki, 2x minus 1 vurulsun, 2x plus 1 minus 4x vurulsun, x minus 3 bərabərdir 35 tənliyini həll edin. Yazırıq bura. 4x kvadrat minus 1 minus 4x kvadrat plus 12x bərabərdir 35. Sırayla vurduq, açdıq. 4x kvadratlar gedər, yerdə qalar 12x bərabərdir 36, x bərabərdir 3. X-i 3 tapdıq, bizdən elə tənliyi həll etməyimizi istəyir. Cavab olur 3. 71-ci sual. Deyir ki, AC 7 cm, CB 14 cm olarsa AB-ni tapın. Çox sadə sualdır. Bura 7, bura 14 isə ümumilikdə olacaq 21 D variantı. Növbəti suala keçdik. 72-ci sual. Bucaq B bərabərdir bucaq D. Deməli, B bərabərdir D. Yox, B bərabərdir D. Aha. AB bərabərdir OC. Burada bura bərabərdir. O da 6'dır. Bura 6, bura 6. AO da 5'dir. Burada bilirik ki, qarşılıqlı bucaqlar olduğu üçün bura bərabərdir. Oxşarlıq yarandı. CD-ni tapın. CD haradır? CD bura X-dir. CD-nin qarşısında bu var, bunun da qarşısında. Tamam. 6 bölünsün, baxın buradan hesablayıram. 6 bölünsün aşağıdakı X bərabər olur nəyə? Bunun qarşısındakı, deməli, bunun qarşısındakı 5 bölünsün 6-ya. X bərabər olur 36 bölünsün 5-ə. O da bərabərdir neçəyə? 7,2-yə. Cavabımız olur 7,2. Deməli, bu da belə getdi. 73-cü suala baxaq. 73-cü sualda deyir ki, X vurulsun, deməli, bölünsün ən kiçik tam əlini tapın. X kiçik deyir. 5,5 vurulsun. 3 minus kök altda 10 bölünsün. Baxın, görün bura. 3 minus kök altda 10. Bunlar ixtisar gedər. X kiçikdir 5,5. Məsələ nədən ibarətdir? Maraqlı bir məqam var. Baxın, 3 minus kök altda 10 neçədir? 9 minus 10. Yəni, kök altda 9 minus kök altda 10. Bu mənfi bir ifadə verəcək. Mənfi ifadə verdiyi üçün də, deməli, hər tərəfinə böldükdə bərabərsizliyimizin qiyməti dəyişəcək. Deməli, bu şəkildə olacaq. O zaman bizdən istəyir ki, bunları ixtisar getdikdən sonra x böyükdür 5,5. X böyükdür 5,5. İndi ən kiçik tam ədəd neçə olur? 6 olur. 5,5-dən böyük ən kiçik tam ədəd 6-dır. Keçdik 74-cü suala. Deyir ki, diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. 4 vurulsun, NA çıxılsın B. Yəni, bu hissə. Yazırıq ki, 4 vurulsun. 2x minus plus 8 bərabərdir ümumi birləşməyə. Ümumi birləşməyimiz nə qədərdir? 2x plus 8 plus 3x plus 1 plus 4x plus 5. Bu hissəni bizdən istəyir. Buradan x-i tapsaq, məsələ həll olacaq. 8x plus 32 bərabərdir 5x, o da 4x, 9x, 8, 4, 12, üzərində 5, 17 plus 17. Yazarıq ki, x bərabərdir 15-ə. Doğru mu? Heç bir problem yoxdur. X 15-dirsə, bura neçə eləyir? 4 vur 15 plus 5. 65. Deməli, burada 65 element var imiş. Cavabımız olur 65. Bir səhv yoxdur. Baxaq görək. 9 14. Biz
8, 4, 12. Hə, bu 1 idi, gənclər. Bunu mən 4 kimi görmüşəm. Bu 1 idisə nə olacaq o zaman? 9, o da 5, 14. Bura 14'dür. Bura 14'dür. 14'dürsə, bu tərəfdən çıxdıqda neçə eləyəcək? X-lərdə də bir problem yoxdur ki. 5x, 9x. 9x bir tərəfdə, 8x bir tərəfdə. Keçirsək bu tərəfə 16, o da 2, 18. X bərabərdir 18. Hesablayaq. 4 vur 15. 4 vur 18 plus 5. 72 plus 5 cavab eləyir 77. Cavabımız oldu 77. 75-ci suala baxaq. Deyir ki, kəsini ixtisar edin. Bu tip suallardan da xeyli işləmişik. Yazırıq ki, 4 vurulsun. Baxın, 12 üstəyini biz necə yaza bilərik? 3 üstəyin vurulsun 4 üstəyin. 3 üstə n minus 1-i necə yaza bilərik? 3 üstə n bölünsün 3. Vurulsun. 2 üstə 2n plus 1-i necə yaza bilərəm mən? 2 üstə və yaxud da 2 üstə 2 üstə n. Vurulsun 2. Bu bizə yenə 2 üstə 2n plus 1-i verir. Gəlin hesablamalarımızı aparaq. Bərabərdir yazırıq. Bu 3 qalxacaq yuxarıya sürətə. 3 vur 4 vurulsun. 3n 3 üstə n vurulsun 4 üstə n bölünsün. Bir dənə burada 3 üstə n'imiz qalmışdı. Bu da ki 2 üstə 2 necə edir? 4. Üzəri n 4 üstə n vurulsun 2. Bu getdi. 4 üstə n'lər gedər. 3 üstə n'lər gedər. 2 ilə 4 gedər 2 dəfə. Cavabımız olar 6. 76-cı sual. Deyir ki, ABCD düzbucaqlısında AN perpendikulyardır DM. AB bərabərdir 6. Bura 6. Və AN bərabərdir 12 olarsa ADM-in dərəcə ölçüsünü tapın. ADM haradır? ADM bura alfa. Deməli, nə yaza bilərik? 2 yanaşmayı da bilərik. Tutalım ki, bunu bura köçürtdüm mən. Bunu bura köçürtdükdən sonra artıq hər şey həll olur. 6-nı bura köçürtdüm. Paralel köçürtmə olduğu üçün burada 6-dır. Həmçinin bu 90 dərəcə. Bu düzbucaqlı üçbucağın nəyi oldu? Hündürlüyü oldu. Həmçinin burada da bir düzbucaqlı üçbucaq yarandı. İndi gənclər, baxın görün bura. Bu düzbucaqlı üçbucaqda, kiçik düzbucaqlı üçbucaqda bu alfanın qarşısında 6 var. Hipotenuzda 12-dir. Hansı bucağın qarşısındakı katet? 10 hipotenuzun yarısı olurdu. 30 dərəcəlinin. Deməli bu 30 imiş. Ümumi düzbucaqlı, böyük düzbucaqlı üçbucaqda da bura 30 idisə, bura 90 isə bura neçə qalırdı? 60 dərəcə. Cavabımız oldu 60 dərəcə. 77-ci sual. Deyir rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəni oxuyub qutardı. Kitab neçə səhifə idi? Baxın, kitab 100% idi. Bundan 40% bir oxuyub, 5% bir oxuyub. Yerdən isə faiz qalıb 55%. Deyir ki, geri qalan 55%-i, yəni 110 səhifəni oxudu. Kitab 100% neçə səhifə idi? X bərabərdir. X bərabərdir. Çarpaz vursaq. 110 vur 100 bölünsün 55. 2 dəfə 200 səhifəymiş. Cavabımız olur 200. Keçdik ətraflı həll tələb edən suallara. Buraları silək çünki bizə yer lazım olacaq. O bir sual qaldı deyəsən. Bir sualı cavablayan olmadı. Nə yazılmışdı? Eybi yox. Ona da baxmaq olar. İndi birazdan baxarıq. Lazım gəlsə. Burada görək nə deyir? Deyir ki, düzxətli yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasında məsafə bərabərdir. A və B ağaclar arasındakı, demək, A və B ağaclar arasındakı ağaclardan biri C-dir. A və C ağaclar arasındakı məsafənin, C və B ağaclar arasındakı məsafənin nisbəti 3-ün 4-dədir. Aha. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Tamam. 85 ağac var. 85 ağac var. Baxın, belə götürək. 3 ağac olsa, məsafə neçə olacaq? Tutalım ki, 4 ağac var. 1, 2, 3 məsafə var. Düzdür, gənclər?
Aralarında 3 məsafə var. 3 məsafə varsa 85 ağacın da arasında 84 hissə olacaq. 84 hissəni, baxın, bunu bir dənə başa düşməyə çalışın. Nə qədər ağac varsa ondan bir çıxılsın sayda ara məsafəsi var. Bu ağacla bu ağacın arasında, bu ağacla bu ağacın. Neçədən oldu? 3 dənə, amma ağac sayımız 4 idi. İndi 85 ağac varsa, 85 ağac varsa, bunların arasında neçə dənə məsafə olacaq? 85 minus 1, yəni 84 sayda. İndi 84 sayda ağac var. Deyir ki, A var, C var və də B var. AC-nin CB-yə nisbəti 3K, 4K-dır. 84 məsafə var. 3K, 4K-dır. 7K-dır. K neçəymiş buradan? K bərabərdir 12-yə. K 12-dir. Deməli, burada 36 məsafə var. Burada 48 məsafə var. Bizə deyir ki, C ağacı A-dan başlayaraq neçənci ağacdır? Gəlin də bunu tapmağa çalışaq. Bildik ki, 36 dənə ara vardı A-dan C-yə kimi. Baxaq görək. Birinci A ağacı. Bu birinci ağacdır. Bu ikinci ağacdır. Bu üçüncü ağacdır. Bu dördüncü ağacdır. Neçə məsafə var görə gələ? Məsələn, dördüncü ağaca kimi neçə məsafə var? 1 ara, 2 ara, 3 ara. Yenə görürük ki, nə qədər məsafə varsa ondan bir sonraki ağac həminki ağac olur. O zaman 36 məsafə varsa bu ağac neçənci ağac olacaq? 37-ci ağac olacaq. Cavabımız olur 37. 79-cu sual. Deyir ki, iti bucaqlarının təmirliləri trapesiyanı 2 oxşar 3 bucağa ayırır. Oturacaqları 7 və 28 olursa trapesiyanın perimetrini tapın. Deməli, trapesiya iti bucağının təmbələni. Tutalım ki, belə bir şey. Görək belə yazaq. İti bucağının təmbələni trapesiyanı 2 oxşar 3 bucağa ayırır. Deməli, bunlar bitişəcək, çünki 3 bucaq yaranmalıdır. Bura 7-dir, bura 28-dir. Baxın, alfadır, alfa təmbələn olduğu üçün. Bunlar paralel olduğu üçün daxili çarpaz bucaqlar olacaq, burada alfa olacaq. Bununla bu. Deməli, burada 7-dir, deyir ki, oxşar üç bucaqlardır. O zaman nə olmalıdır? Bu x tərəfi, onsuz da ortaq tərəfdir. Ortaq tərəfdirsə, bir bucaq varsa, bir tərəf daha olmalıdır ki, oxşarlıq çıxsın. O zaman burada 7 olmalıdır. Buraya 7 olduqda da ümumi perimetr neçə olacaq? 3 vur 7 plus 28. O da elə 28 plus 28, yox, 3 vur 7, 21. O da gelir 49. Cavabımız oldu 49. 80-ci sualda bizə deyir ki, sahəsi S2 bərabərdir. X kub plus 2x kvadrat plus 8x plus 16 düsturla verilən düzbucaqlı formasındakı metal lövhənin sahəsi x kub plus x kvadrat plus 12x plus 12 düsturla verilən düzbucaqlı formasında hissə kəsildi. Deməli, bu hissə kəsilib. Deyir ki, n-ni x ilə ifadə edin. Tamam. Deməli, buranın düsturu bu idi. Buranın sahəsi ümumilikdə buraydı. Buranın da sahəsi bu düsturla verilib. Deməli, nə eləyək, gənclər? Buranın sahəsi ümumilikdə S1. Yox. Baxın. S1 buradır. Əla. O zaman S2-dən S1-i çıxsaq, bu hissə qalar. Gəlin, indi yazaq. Çıxdıqda nə olur? X kublar gedəcək. 2x kvadratdan x kvadrat çıxanda qalacaq x kvadrat. 8x-dən 12x çıxanda qalacaq 4x. 16-dan da 12 plus 4. Deməli, belə imiş. Bu nəyə bərabər imiş? Bura x minus 2, bura m. M vurulsun x minus 2-yə. Gəlin, indi yazaq. M vurulsun x minus 2 bərabərdir. X minus 2-nin kvadratına. Düzdür? X minus 2-lərin biri gedər, bu da gedər. M bərabər olar x minus 2-yə. Burada bərabər imiş x minus 2-yə. Deməli, bunu tapdıqdan sonra bizdən nəyi istəyir? Ən kiçik tam qiymətində. Ən kiçik tam qiymət deyirsə, x minus 2-nin ən kiçik tam qiyməti, yəni m-in ən kiçik tam qiyməti neçə olur? X 3 olduqda 3 minus 2 bərabər 1 olar. Deməli, x də bərabər olur 3-ə. X minus 2, 3. Bunun da həlli bu şəkildə.
81-ci sualda deyir ki, x kvadrat plus y kvadrat plus x minus 5y bərabərdir 29,3 tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Biz bunu tapmağımız üçün bizə nə lazımdır? Çevrənin daxilinə kvadrat çəkilibsə, onun biz diametrini tapmalıyıq ki, tərəfini tapıb sahəsini hesablayaq. Bizə verilən tənliyi gəlin bir deməli, çevrənin tənliyi formasına salaq. X kvadrat plus x. Deməli, 2 vur 2-də 1 də bu. Olmalıdır ki, deməli, kvadrat düsturunu versin. Müxtəsər vurma düsturu. O zaman burada neçə olmalıdır? 0,5. Onun da kvadrat olacaq 0,25 olmalıdır ki, bu olsun x plus 0,5'in kvadratı. Bunu əlavə etdikcə nə yazmalıyıq? 0,25'i çıxmalıyıq bir dəfədə mənfisi ilə. Üzərinə gəlsin y kvadrat minus 5y. Burada nə olmalıdır? 2 vur 2,5 olmalıdır. Deməli, yazmalıyıq plus 6,25. Bunu yazmalıyıq ki, bu yine kvadrat formasına düşürsün. O zaman bunu da çıxarıq. 6,25'i çıxarıq. Bu da oldu plus y minus 2,5'in kvadratı çıxılsın 6,5 ümumilikdə. Bərabər deyir 29,5. İndi 6,5'i bunun üzərinə gəlsək eləyəcək 36'yı. Deməli bu ifadə bərabər imiş 36'ya. Bu da bilir ki r kvadratdır. R kvadrat 36'dırsa r bərabər olur 6'ya. Diametri də bərabər olur 12'ye. Deməli düzbucaqlının, yəni kvadratın diametri 12'dir. Tərəfi neçə olacaq? 6 kökəltdə 2. 6 kökəltdə 2'dirsə, s də bərabər olacaq a kvadrat, o da bərabər olacaq 36 vur 2'yi 72. Cavabımız olur 72. Bir dənə sualımız qalıb, əvvəldən onu da gəlin həll edək və yekunlaşdıraq. Deməli, qayıtdıq 64-cü suala, yoxsa 64, bəli, 65 daha doğrusu. Burada deməli, nə deyirdi bizə? Deyir ki, a bərabərdir 4'də 1 olsa, 3 üstündə mənfi 2a vurulsun 3 üstündə 6a ifadəsinin qiymətini hesablayın. Bilirik ki, eyni əsasdan qüvvətlər toplanılır. Bu da olur 3 üstündə mənfi 2a plus 6a 3 üstündə 4a. Yəni bu da eləyir 3 üstündə 4 vur 4'də 1 3 üstündə 1 o da bərabərdir 3. Cavab olur D variantı. Belə əziz izləyicilər, sizinlə bugün 5 aprel 2026 tarixində keçirilmiş 9-cu siniflər üçün olan buraxılış imtahanının riyaziyyat suallarına baxdıq. Ümid edirəm ki, suallar tam aydın oldu. Növbəti deməli, həm canlı yayınlarımızdan, həm videolarımızdan xəbərdar olmaq üçün səhifəmizi izləyə bilərsiniz. Növbəti videolarda görüşmək üzrə, sağ olun, Allah'a emanet olun.